السلام عليكم ورحمة الله وبركاته. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, dəyərli cəmaat, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhl-i beytinə, qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizlərə Ramazan ayında yaşayıb, ona ibadət etməyə müvəffəq edir. Bizlərə asanlaşdırır, bizlərə köməklik edir. Həqiqətən də böyük xoşbəxtçilikdir. İnsanın ömrünü Allaha ibadət və itayət içərisində keçirməsi. Əsl həyat, əsl yaşamaq budur. Allah Teala bu neməti haqqında xeyir istədiyi şəxslərə bəxş edir. Allaha iman gətirmək, İslam dinində olmaq, namaz qılmaq, oruç tutmaq, həcc etmək, ümrə etmək, Qur'an-ı Kərim oxumaq, Allahı zikr etmək, uca Allaha dua etmək, sədəqə vermək, xeyir əməlləri, xeyir işləri Allah Teala haqqında xeyir istədiyi şəxslərə bəxş edir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala dünyanı sevdiyinə də bəxş edir, sevmədiyinə də bəxş edir. Dünya onun içərisində olan hər şey hamı üçün var. Allah Teala bunu sevdiyinə də bəxş edir. Möminə də, ibadət eləyənə də, sevmədiyinə də bəxş edir. Asiyə də, günahkara da, iman gətirməyənə də. Ona görə ki, dünya dəyərli deyil, mühüm deyil. Allah yanında milçəyin qanadı qədər olsa belə dəyəri yoxdur. Amma İslamı, amma imanı, amma namaz qılmağı, amma oruç tutmağı, yaxşı, salih əməlləri uca Allah istədiyi, üstün etdiyi şəxslərə bəxş edir. Ona görə kimə bu nemət qismət olubsa, bu nemət ona gəlib çatıbsa, böyük bir xeyir içərisindədir. Allah Teala Qur'an-ı Kərimdə buyurur, وَمَنْ يُرِدِ اللّٰهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ. Allah Teala kimin üçün hidayət istəyirsə, doğru yolda olmağın istəyirsə, onun qəlbini İslam'a açır. İslam dini yəni tövhid ilə Allaha ibadət etmək, şirkdən, şirki aparan işlərdən uzaq olmaq, Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsinə əməl etmək, bidətdən, xurafatdan uzaq olmaq, İslam dini yəni namaz qılmaq, İslam dini yəni oruç tutmaq Ramazan ayında. Allah Teala istədiyinə bu neməti bəxş edir. وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ. Amma Allah Teala kimi azdırmaq istəyirsə, kimin üçün xeyir istəmirsə, onun qəlbini bütün bu əməllərə qarşı o qədər sıxır, o qədər daraldır, az qalsın ki, səmaya qalxacaq. Uca Allah buyurur, əfəmən şərəhallahu sadrahu lil-İslami fəhuv alə nurin min Rabbihi. Allahın qəlbini İslam'a açdığı şəxs Rəbbi tərəfindən nur, işıq üzərədir. Yetər ki, insan Allaha tərəf meyli olsun, ibadətlərə istəyi meyli olsun. Əgər o Allah Teala tərəfə yaxınlaşmaq istəsə, Allaha tərəf yaxınlaşmaq, ibadətlərə gəlmək istəsə, Allah Teala ona bunu dərhal müvəffəq edər. Çünki uca Allah buyurur, fəfirru ilallah, qaçın Allaha tərəf.
Fəstəbiqul xeyrat, xeyir işlər görməkdə yarışın. Və səri'u ilə məğfirətin min rabbikum. Rəbbiniz tərəfindən bağışlanmağa tələsin. Allah Teala qudsi hədisdə buyurur, əgər bəndəm mənə bir qarış gəlmək istəsə, bir qarış bu qədədir, mən ona bir dirsək qədər, bir qol qədər yaxınlaşaram. Əgər o mənə tərəf iməkləyə gəlsə, mən ona tərəf yeriyə gedərəm. Əgər o mənə tərəf yeriyə gəlsə, mən ona tərəf qaça gedərəm. Ona görə əziz zəhamat ibadətlərə, namaza, oruca istək olmalıdır ki, Uca Allah müvəffəq eləsin. Həmd olsun Allah Teala da bizlərə öz nemətindən bəxş elədi. Bizlər Ramazana daxil olmamışdan qabaq Allaha dua edirdik ki, Allahım bizi Ramazan ayına yetişdir. Allahım Ramazan ayında oruç tutaq, Uca Allah duaları qəbul edəndir. Bunu bizlərə nəsib etdi, öz fəziləti, öz rəhməti ilə. Artıq bizlər bu ayın 19-cu günü ilə vidalaşıb sağollaşdıq. 19-cu iftarımızı etdik. Uca Allah Ramazan ayı haqqında əyyəmən mə'dudət deyir. Sayılı günlərdən ibarət olan bir aydır. Həqiqətən də bu belədir. Ramazan ayı elə bir aydır ki, 11 ay onun gəlişini gözləyirsən. 11 ay onun gəlişini gözləyirsən. 11 aydan sonra gəlir, amma çox qalmır aramızda. Sayılı günlərdən sonra çıxıb gedir. Xoşbəxt o insandır ki, bu ayı dolu, faydalı istifadə edir. Orucları tutmaqla, namazları qılmaqla, zikirləri, duaları etməklə, Quran-ı Kərimi oxumaqla, sədəqə verməklə, xeyirli, yaxşı işlər görməklə. O şəxs elə bu aydan günahları bağışlanmış halda çıxıb vidalaşır. Xoşbəxt o insandır. Allah Teala hər gecəsində Ramazanın cəhənnəmdən xilas elədiyi bəndələr vardır. Xoşbəxt o insandır ki, buna müvəffəq olur. Onun keçmiş günahları bağışlanıb xilas olur. Amma bədbəxt o insandır ki, Ramazana baxmır, fikir vermir, oruç tutmur, namaz qılmır, ibadət eləmir. Necə gəldi yaşayır, nəfsinin istəyinə, arzusuna tabi olur. Həqiqətən də bu xusrandır, ziyandır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ramazan ayına daxil olub, bu aydan günahları bağışlanmamış halda çıxan şəxs bədbəxtdir. Cəhənnəmdə üzü üstə sürünər. Allah qorusun bizləri. Bu son 10 gündə Allah Teala o qədər əzəmətli, fəzilətli ibadətlər qoyub ki, qardaşlarım, həqiqətən də insan əgər Ramazanın ilk 20 günündə bağışlanmayıbsa, affolunmayıbsa, yaxud daha güclü istifadə edib keçirə bilməyibsə, Allah Teala bu son 10 günlərə möhlət qoyub, şans qoyub ki, daha çox insanlar bağışlanıb əffolunsunlar. Fəzilətli əməllərin ən çox savab və mükafatları onların sonundadır. Baxan zaman cümə günü, həftənin ən fəzilətli günüdür. Dolu bir gündə, salavat deməklə başlayırsan, səhər namaza gedirsən, sübh namazına, sonra cümə namazı üçün hazırlıq edirsən, gözəl paltar geyinmək, qusul almaq, ətirlənmək, erkəndən məscidə getmək, cümə namazı. Lakin bu günün ən fəzilətli vaxtı onun axır saatıdır. Axır saatı, asırdan məğribə qədər olan vaxt. Arafa günü ən fəzilətli gündür. Yer üzərində uca Allahın bəndələrin ən çox cəhənnəmdən xilas etdiyi gündür. Amma ən fəzilətli vaxtı onun asırdan məğribə qədər olan gün batan hissəsidir. Ramazan ayda belədir. Baxmayaraq ki, əvvəlindən sonuna qədər, ilk gecəsindən son anına qədər fəzilətlidir. Hətta bayram günləri belə fəzilətlidir. Amma son 10 gün daha ciddi, daha fikir veriləsi günlərdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazanın son 10 günü gələndə kəmərin daha da sıxarmış, daha da bərkizərmiş. Mənası, yəni dünya ilə əlaqəsi, münasibətin daha çox azaldar, özünü ibadətlərə daha çox verərmiş. Hətta ailəsi ilə belə münasibətdə dayanarmış ki, vaxtı ibadətə keçsin. Ona görə əziz qardaşlar, yəni bu 10 günü yaxşı istifadə etmək. Məhz bizlər Allahın izdən hamımız cəmaat olaraq bu 10 gündə çox fəzilətli bir ibadət var. Onun haqqında qısa Allahın izdən danışmaq istəyirəm. Bu da məsciddə etiqafa girmək. Ramazanın
son 10 günü bu ibadətin vaxtı daxil olur. Yəni sabah 20-ci gün məğrib namazından etibarən kim etiqaf etmək istəyirsə artıq məsciddə etiqafa girə bilər. Etiqaf etmək, yəni məsciddə Allaha ibadət etmək üçün qalmaq deməkdir. Allaha ibadət etmək, namaz qılmaq, oruç tutmaq, dua eləmək, yaxşı xeyr əməllər etmək üçün məsciddə qalmaq. Etiqaf etmək məşru bir ibadətdir. Allah Teala Qur'an-ı Kərimdə Rasul sallallahu aleyhi və səlləm səhih sünnəsində bu ibadətin olmağından danışır. Uca Allah buyurur: وَلَا تُبَاشِرُوهُنَّ وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ. Sizlər məscidlərdə etiqafda olan zaman qadınlar ilə yaxınlıq, münasibət qurmayın. وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ. Sizlər məsciddə etiqafda olan zaman. Bu ayə dəlildir ki, etiqaf ibadəti var. Bu ayə dəlildir ki, etiqaf ibadətinin yeri məscidlərdir. Uca Allah buyurur: وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ. Biz İbrahimə və İsmailə buyurduq ki, mənim evimi namaz qılanlar üçün, səcdə edənlər üçün, etiqafa girənlər üçün təmizləsinlər. Məscidlərdə ən çox edilən ibadətlər, namaz qılmaq, rüku etmək, səcdə və etiqaflar. Rasul sallallahu aleyhi və səlləm müminlərin anası Ayşə radiyallahu anha buyurur ki, Ramazanın son 10 günü daxil olanda məsciddə etiqafa qalardı. Ondan sonra isə zövcələri, xanımları məscidlərdə etiqaf etdilər. Dəyərli qardaşlarım, etiqafın hökmü sünnədir, müstəhəbdir, bəyənilən əməldir. Yəni insan bunu ixlasla, şəriətin buyurduğu qaydada edəndə savab mükafat qazanır. Amma tərk eləsə, etiqafa girməsə ona heç bir günah, zərər yoxdur. Etsə savab mükafat olacaq. Etiqafın yeri məscidlərdir. Məscidlərdən qeyri bir yerdə, evdə, yaxud namazgahlarda etiqafa girmək doğru deyildir. Yeri məscidlərdir. Məscidlər yəni gündəlik namazların qılındığı, 5 vaxt azan oxunan yerlər. Etiqafın müddəti nə qədərdir? Etiqafın ən çox müddəti Ramazanın 20-ci günü məğrib namazından sonuncu günü iftara qədərdir. Artıq bilir ki, insan sabah bayramdır, bugün axırıncı iftarını edir, həmin iftarda artıq edəndən sonra etiqafdan çıxır. Etiqafdan çıxır, gedir, bayrama hazırlaşır. Yəni, ən çoxu 10 gündür. Buna gücü çatmayan 9 gün qala bilər. Buna gücü çatmayan 8 gün qala bilər. Buna gücü çatmayan 7 gün qala bilər. Buna da gücü çatmayan 6, 5, 4, 3, 2, 1 gün qala bilər. Hətta yarım gün belə etiqafda insan qala bilər. O savabı, mükafatı götürmək üçün. Hətta bir neçə saat insan məscidə gəlir, Ramazanda etiqafda olmaq ibadəti niyyəti ilə gəlir, olduğu o saatlar ona savab mükafat olaraq yazılır. Saatlar ona savab mükafat olaraq yazılır. Yəni, ən azın qeyd edir alimlər ki, nəyə gücün çatır? Etiqafdan payın olsun. Çünki Ramazanın içərisində olan savabın mükafatı bol əməllərdəndir. Etiqafda olan zaman insan yəni bacardığı qədər qıraqla, xariclə əlaqələri kəsməlidir. Çölə çıxa bilər. Məsələn, cənazə varsa, gedib iştirak edir, cənazəsində gəlir. Məsələn, ailənin ehtiyacı varsa çöldə, gedib dərhal o ehtiyacı təmin edir, qaydır. Yaxud məsələn, özü üçün qida, yemək almaq istəyir, heç kimdə yoxdur, gedib özü çıxıb, alıb dərhal qayda bilər. Bunlar olar, icazəlidir. Amma qeyri, məsələn, məqsədlə insan məsciddən etiqafdayken çıxanda artıq o etiqafı pozulur. Buradan da başa düşürük ki, etiqafın bir dənə şərti var. İnsanın məsciddə qalmaq üçün niyyət etməsi. O niyyətindən etibarən etiqaf başlayır. Etiqafı pozan bir dənə hal var. O da insanın məsciddən çıxması. Artıq məsciddən çıxanda
az əvvəl saydığım hadisələrə görə yox, işlərə görə yox, başqa bir niyyətlə məsciddən çıxarsa, onun etiqafı pozulur. Yəni, pozulanda da ona heç bir günah yoxdur. Sadəcə, yenidən etiqafa gəlmək üçün niyyət edir, yenidən məscidə daxil olur. Aydın, möhtərəm qardaşlarım, etiqafda olan zaman daima insan çalışmalıdır ki, vaxtının çoxsunu ibadətə versin. Çoxlu Quran oxumaq. Onsuz məsciddə olduğuca fərz namazları qılır rahatca, sünnət namazları qılır rahatca. Azana qoşulur, iqaməyə qoşulur. Bundan savayı çoxlu Quran oxumaq, çoxlu dua eləyib, zikr eləmək, yəni o vaxtı səmərəli keçirmək. O vaxtı səmərəli keçirmək. Etiqafda olan insan, məsciddə oturub ibadət edən insan əmin olsun ki, Qədir gecəsini artıq tapıb, onun savab mükafatına nail olur. Əgər bir insan Ramazanın son 10 gecəsinin hamısında təravih namazlarını qılır, fərz namazları qılır, məğribdir, işadır, təravihdir, vitirdir, Quran oxuyub, dua eləyirsə, artıq o şəxs Qədir gecəsini artıq tapır. Qədir gecəsinin gələn mükafatını götürür. Peyğəmbər s.ə.v buyurur ki, kim imanla mükafatını Allah'tan gözləyərək Qədir gecəsində ibadət edərsə, onun keçmiş günahları bağışlanır. Allah Teala buyurur, Qədir gecəsi 1000 aydan üstün fəzilətli bir gecədir. İhtiqafda qalan insanın da bu cür xoşbəxtçiliyi var. O, Qədir gecəsini tapıb artıq, onu ibadətə keçirir. Məsələn, bizlər bilmirik hansı gecədə Qədir gecəsidir. Allah Subhanahu Teala öz hikməti ilə onu bizə sir saxlayır ki, daha çox ibadət edək, daha çox xeyr əməllərlə çalışaq. Bəzən məsələn, ola bilsin, tək gecələrdə axtararıq, bəlkə cüt gecələrdədir. Bəzən 23-də axtararıq, bəzən 25-də axtararıq. Yaxud 27-ci gecədə gələrik, məsciddə qalarıq səhərə qədər. Yaxud 29-da ki, Qədir gecəsini tapaq. Seçənəklərdən, ixtiyarlardan biridir. Amma etiqafda olan isə mütləq Qədir gecəsini tapıb artıq və ibadətə keçirdir. Allah Teala bizləri bu xeyr əməldə, qardaşlarım, həris eləsin. Kimin imkanı var, kimin gücü çatır, qoy etiqafda olsun. Ramazanın axır günlərin, axır gecələrin faydalı, gözəl şəkildə keçirsin. Alimlər buyururlar ki, elm əhli, dəvətçi insan isə etiqafda olmağından daha zəruri, daha vacib dəvətlə, elmlə məşğul olmağıdır. Onların işi dəvətlə, elmlə cəmaata fayda verməyinə məşğul olmaqdır. Amma digər qardaşlar mütləq, əziz cəmaat, etiqafda olsunlar. Bəlkə bu bizim axırıncı Ramazanımızdır. Bəlkə bundan sonra Ramazanımız yoxdur. Ola bilsin ki, fikirləşərik ki, gələn Ramazan qalaram etiqafa. Nə bilir, bəlkə sonuncu Ramazandır. Allah Teala bizlərin bu Ramazanda etmiş olduğu ibadətləri qəbul etsin. Uca Allah bizləri çoxlu-çoxlu Ramazanlara yetişdirsin. Hər birində bizim ibadətlərimizi qəbul edib, bizi günahlarımız bağışlanmış, xoşbəxt bəndələrindən etsin. Allah Teala bu gözəl məclisi təşkil edən, hazırlayan bütün qardaşlardan razı olsun. Əziyyətlərin, əməklərin halal eləsinlər. Allah Teala həmişə bu gözəl şəhərdə, bu gözəl yerdə, həmçinin bütün ölkəmizdə bax bu cür iftar süfrələri olsun, Ramazanlar keçirsin, ruzumuz bol olsun, ölkəmiz əmin-amanlıqlı olsun. Allah Teala bizim və bütün müsəlman ölkələrin halını daha da yaxşı etsin, güclü qüvvəli etsin, köməklik etsin. Uca Allah ruzulu bol bərəkətli etsin. Allah Teala hamınızdan razı olsun. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.